götürdük. Oturacağımız yerlərin dəfə 100 santimetr. Bunu böldük 2'ye. Elədi 50 santimetr. Bu oturacağımız 2'ye 50 santimetr. Bu 50 santimetri de biz təzdən bölürük 10'a. Bu da elədi 5 santimetr. Həmin bu 5 santimetr bizim ön hissədə oldu şalvarımızın arası. Bu 5 santimetri indi şalvarımızın arka hissəsinin arasını tapmaq üçün 5 santimetri vurduq 2'ye. Elədi 10 santimetr. Bu da şalvarımızın arka hissəsidir. Ön hissəmiz oldu 5 santimetr, arka hissəmiz 2 qatı oldu. 10 santimetr. Bizim oturacağımız isə ümumilikdə 100 santimetr idi. Şimdi biz ön arka götürürük. Birlikte biçik. Ona göre 10 santimetri götürdük. 10 santimetri götürdük. 10 santimetrden sonra bu şalvarın arasında. Sonra oturacağımızın hündürlüğünü tapdık. Oturacağımızın hündürlüğü ne kadardır? Oturacağımızın hündürlüğü bizde 30 santimetridir. Eğer biz marjetle istəyiriksə 30 santimetreden 5 santimetri, 4 santimetri çıkarırıq. Qalır yerdə nə qədər? 30 santimetrdən 6 santimetri çıxdıq, marjit payı. Qaldı 24 santimetr. Hündürlük. Yox, əgər biz istəyiriksə, şalvarımızın başı rezini boş şalvar istəyirik. Onda əksinə 5-6 santimetr marjit payını əlavə qoyuruq. Yuxarı hissəsində. Sonra götürürük şalvarımızın hündürlüyü. Şalvarımızın hündürlüyü bizdə 30 santimetridir. 30 santimetri tapdıq. Bu qaydayla biz şalvarın uzunluğunu da üçə bölə bilərik. Məsələn, şalvarın uzunluğu neçədir? 100'dür, 90'dır. Böldük 3'ə. Elədi 30 santimetr. 30 santimetr bunu götürüb 60 santimetr ətəyini götürürük. Sonra şalvarın arasını tapdıq. Şalvarın arasını tapdıqdan sonra bel yarım çevrəsini buradan qoyuruq. Bel yarım çevrəmiz nə qədər idi? 20 santimetr idi. 20 santimetr bel. 5 santimetrede əlavə üstünə payı. Çünki biz enli rezinli şalvar. Sonra oturacağı tapdırıq. Oturacağı da əlavə payı verib birləşdiririk. Oturacağın üstünə əlavə payı gəlir. Sonra diz xəttimizi tapdırıq. Diz xəttimizi tapmaqdan görə şalvarın uzunluğunu bölürük 2'ye. Şalvarın uzunluğu neçə idi? 90. 90'ı 2'ye böləndə 45. 45'i tapdıq, qeyd elədik. 45'i qeyd elədik. Üstünə 6 santimetr diz payını gəlirik. 6 santimetr diz payını gəlib birləşdiririk. Sonra şalvarın arasından birləşdirib arxadan 3 santimetr içəri giririk. Klasik şalvarda. Rezinli şalvarda isə əksinə. Birləşdirdik. Sonra diz payını ona görə götürürük. Şalvarın arasını o diz xəttinə və belə birləşdiririk. Düz birləşdirəndə şalvarın arası oturur. Görürsünüz, baxımda içəri girmək lazımdır. Biraz uyğunlaşdırmaq. Sonra ön hissədə isə əksinə. Ön hissədə gəldik yine şalvarın arası dizmə edilir, birləşdiririk. Arka hissə, ön hissədə 2 santimetr böyüyür. Ətlərimizi götürüb şalvarın uzunluğunu tapdıq. Şalvarın uzunluğunu tapdıqdan sonra marjit payını qeyd ön hissə və arka hissə. Yox, cib istəsək 6 santimetr, 12 santimetrinin bölümünü cibi qeyd edirik.